Xüsusi sponsor Naftalan Medical Turizm şirkəti. Sponsorlar Şəmkir şəhəri MB Kulinariya Şirniyyat mağazası, Göran Ticarət Mərkəzi, Banu Mebel salonu, Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. MTV Azərbaycanın və Nə var nə yox proqramının çox dəyərli, sevilən, hörmətli izləyicilərimiz. Yenə də öz saatımızda və öz vaxtımızda dəyişməz kanalda MTV-də efirdəyik. Biz nə var nə yox deyib üst tutduq gözəl bir diyara. Hara? Zaqatalaya. Əliyabad qəsəbəsindəyik. Zabilin yaşadığı bir yerdə. Bəli. Uşaqlar məktəbdən gəlir deyəsən. Uşaqlar məktəbdən gəlirlər. Burada orta məktəb var da. Bəli, var, əlbəttə ki, var. Sən də bu məktəbdə təhsil almısan? Mən də burada bəli təhsil almışam. Hardan gəlir, hara gelirsiniz? Salam dostlar. Salam verin görək. Adınız? Yaqub. Hacı. Ömər. Ömər neçədə oxuyursan? 6-da. 7-də. 6-da. Hansı fənni yaxşı oxuyursunuz? Azərbaycan dili, riyaziyyat, hər fənnini oxuyuram. Riyaziyyat. Rus dili. Zabili tanıyırsınız? Yox? Sən tanıyırsan? Tanıyam. Kimdir? Müğənni. Müğənni. Sən tanıyırsan? Çox. Nə şu? Tamam, yəni. Yox. Hə, amma büyüyündən tanıyarsınız da, müğənnidir. Hə, tanıyarlar yəqin. Mahnıların ananız necədir? Necə? Musiqi, Yaxşı, yaxşıdır. bəli. Niyə onu dayanmışsınız? Gəlin görək. Gəl. Sənin adın nədir? Murad, sənin adın nədir? Zavur. Məktəbdən gəlsiniz, Zavur. Hə? Sənin adın nədir? Ruslan. Siz oxuyursunuz? Hə? Siz oxuyursunuz? 2-də. 2-də. Burada bir dənə ümumi Azərbaycan salam göndərək. Belə, salam deyə belə. Əl soluyun. Ay maşallah. Zabili tanıyırsınız? Hə? Zabili. Yox. Sən tanıyırsan? Sən tanıyırsan. Müğənnidir. Necə müğənnidir? Hə? Yaxşı oxuyur. Sən tanımırsan, var tanırım deyir. Bugündən tanım. Sən böyük, inşallah sənin toyuna gəlib oxuyar. Onu tanıyarsan. Nəysə, sizə təhsildə uğurlar. Yəni, bilsən, uşaqların da fikir önemlidir də, yəni. Bəli. İnşallah tanımayan öz toylarını sənə dəvət edir. İnşallah. Əsas üçün indi büyük tanınırlar səni. Bəli, əlbəttə. Amma bugün sənin qəsəbədə yaşayan, sənin elin obanın gözəl doğmaları, qonşuları var. Deyir, uzaq qohumdan yaxın qonşu yaxşıdır. Düzdür? Salam verək ki, çox gözəl əyləşmişsiniz, istirahət edirsiniz və biri deyəsən yol gedir, biri oturur. Yox, gəlin, siz bir yaxından tanıyaq. Gəlin xanım, siz də əyləşin. Anamızı tanıyaq. Adınız? Mən Məmmədova Sona, Əliyabad kənd sakiniyəm. Burada yaşayıram. Çox gözəl. Neçə nəvə var? 2 evladım var, 3 nəvəm var. Nəvələrim də hamısı ali məktəbdə oxuyur. Ay maşallah. Biri Tibb Universitetdə oxuyur, o birisi də həmən harda oxuyur? Xəzər Universitetinin kimya mühəndisi oxuyur. Bu kimdir bə? Balaca dostumuz. Bu da mənim balaca nəvəmdir. Nəvən. Adın nədir? Emil. Emil. Mən Eminəm, sən də Emil. Siz də tanıyaq bir balaca. Salam, hər vaxtınız xeyir. Əvvəlcə hər vaxtınız xeyir, xoş gəlmisiniz Əliyabad qəsəbəmizə. Mən də təqdim edim, Məmmədova Elnarə, Əliyabad qəsəbə sakini, bu qəsəbənin müəlliməsiyəm. Çox gözəl. Zabil necə bir qonşudur, bir elin obanın oğlu, necə müğənnidir? Zabil əslində illərlə biz tanıyırıq, eyni zamanda mənim şagirdim olub. Çox talantlı, istedadlı bir gəncdir. Toylarımızı aparır, çox şən keçirir toylarımızı. Bəli, yaxşı müğənnidir, istedadlı müğənnidir.
Bunu deyə bilərəm. Anamızın fikri, zövqü, necə bir müğənni, necə bir oğuldu? Çox qəşəng oğlandı, istedadlıdır, savadlıdır, qəşəng toylar aparır. Həm toy aparıcısıdır, həm də müğənnidir. Mən indi yaşıma görə toylarda çox otura bilmirəm. 1-2 saatdan sonra deyirəm mən söz götürə bilmirəm. Amma bu yaxınlarda bir qohumların arasında toy olmuşdu. Zabil həmin yerdə toyda iştirak eləyirdi, bir aparıcı kimi, həm də müğənni kimi. O qədər gözəl toy apardı. Xoşunuz gəldi. Xoşum gəldi, axıra qədər oturdum. Getmədi zətdə. Getmədim vallahi. Dedim ya mən Bu Zabilə olan hörmətinizdə, yəni Zabili tək buraxma. mən olan həqiqəti deyirəm. Həqiqətən elədir. O həm yaşlıları, həm cavanları elə mahnılar oxuyur ki, lazım gələndə yaşlılara uyğun oxuyur, lazım gələndə cavanlara uyğun Hər kəsin oxuyur. zövqünə uyğun. Bəli, zövqünə uyğun. Sağ Nəbziniz olsun. sürsə, yəni nəbziniz tuta bilir. Bəli, sağ olsun. Allah ona can sağlıq versin. Qəsəbənin fəxridir. Allah uzun ömür versin. Müəllimə nə deyir öz şagirdinə? Yəni bu toyda anamdır. Biz iştirak eləyirdik. İkimiz də toydaydıq. Baxmayaraq indi səhhəti ilə əlaqədar mənim anam toya axıra Çox səs kimi götürə bilmir. götürə bilmir. Axıra qədər oturmur. Amma günlərin bir günü bir toyda iştirak edirdik. Təsadüfən Zabil orada toyu aparırdı. Zabil başladı oxumağa. Anam dedi ki, yəni mən artıq durmuram. Sona qədər otururam. Dedim, niyə? Dedi, çox gözəl oxuyur. Mənə xoş təsir eləyir. Ona görə də otururam yəni. Musiqi onu edirlər, insanın ruhi qidasıdır. Baxın, bax anamızı o qədər səs-küydən qaçır ki, bəzən elə musiqi var ki, dinləndikcə də zövq alırsan. Bəli. Sizə gözəl həyat arzulayıram. Sağ olun. Sağlam Çox həyat arzulayıram. təşəkkür edirəm gəldiyinizə görə. Bizim kanala baxırsınız ya, yəni MTV-yə. Baxırsınız. Bəli, baxırıq. Xoşunuza gəlir? Çox gözəldir. Qəşəng verilişləri var NTV-nin. Həqiqətən baxımlı Və kanaldır. bizim Allah- verişimiz necə? Xoşunuza gəlir? Bəli, sizin verilişlər. Minnətdarıq. Sağ olun. O görən gözünüz var olsun. Həmişə Allah belə razı olsun. gözəl yerlərə getmək qismət olsun. Sizin də gələn ayağınız var olsun. Həmişə Minnətdarım. belə xoş təsiratları keçirməyə qismət olsun. Çox sağ olun. Sağ olsun. Zabil maşallah sevənlərin az deyil, özü müəllimə. Müəllimə bir xeyir duadır, bir valideynin. Ona görə sizə hər birinizə sonsuz minnətdaram ki, belə gəncləri dəstəkləyirsiniz. Salamat qalın. Çox sağ olun. Çox sağ olun. Bəli, Zabilin yaşadığı bir qəsəbədən, gözəl bir insanlardan, qonşularından, yaxınlarından Zabilə olan sevgi və xeyir duasını eşitdik. Proqramımız davam edir. Hələ gedəcək yerlərimiz var. Bizi izləməkdə qalın. Arzumdur həyatda təkcə mənim olasan. Bir sevgi badəstək axıb qəlbimə dolarsan. İstəməzdim yalanlarla məni yollara salasan. Bu yalanlar səni üzər, sonra tənha qalasan. İnad etmə ay gözəl, möhtacam bir sözünə. Bilmirəm inanımı hər sözünə. İnad etmə ay gözəl, möhtacam bir sözünə. Bilmirəm inanımı hər sözünə. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm güssə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm düşsə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Dərya qədər olsun
bir həyatı etmərəm xəyal. Əsməsin küləklər, çəkməsin telinə sığal. Nur olsun qəlbimdə sənli gözəl duyğular. Bir sən ol, bir mən olum, bir də şirin arzular. Yolunu hər zaman gözləyirəm bitsin həsrət. Unutma ki qızlarda naz etmək sanki bir adət. Yolunu hər zaman gözləyirəm bitsin həsrət. Unutma ki qızlarda naz etmək sanki bir adət. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm güssə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm düşsə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Dərya qədər olsun eşqimiz. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm güssə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Gözəl nəğmələrdən gəlsin səsimiz, qəm düşsə görməsin sevən qəlbimiz. Sevgi gəmisində gəzək dünyanı, dərya qədər olsun eşqimiz. Dərya qədər olsun eşqimiz. Sürprizlərimiz deyəndə bizim Balakənə gələsən, oradan şairlərin xoş sözlərini eşitməyəsən, bir gülüşlərini, bir qəhqəhələrini eşitməyəsən və Bir də çayları o gözəl içməyəsən. süfrə arxasında oturub o dadlı çayı içməyəsən və Aha, ən əsası. xörəklərimizdən dadmayasınız. Bu mümkün deyil. Buranın özünün milli xörəyi var. Nədir, nənəm qurban? Görsən, Maxara. sübət. Barmaqları. Biz gəliş maxarasımız var. Ay maşallah. Barmaqları olan maxara. Aha. Barmaqları olan maxara. Bax, bizim regionumuzun ən birinci milli xörəklərindən biri maxaramız. Bakıda maxara desən bilmirlər, maxara nədir? Maxara, Günəş. Ona birinçik deyərlər. Nəfsə xanım, amma bu xanıma da hazır və bunların da zəhməti var da bu xanıma. Nə gözəl. Vay Bu vay. gün Ay, sazda hazırlayırlar bunu. Maşallah, maşallah. görün nə gözəl. O xəmirdir. Nənəm qurban, nə yaman çətin bir şeydir. Bax, burada bax gördüyünüz. Mən yetim Bakıda nə görmüşəm mən bunları elə kənddə. Elə ona görə yaxşı kərə getməmişəm. Ay Nə bacı. deyirəm bilirsən? Deyirəm bəlkə elə o sənən xalanı bizdə gedəsin. İndən sonra mı öyrənəcəm deyirsən? Öyrənərsiniz. Niyə öyrənmirəm ki? Öyrənərəm. Nənə, çox çətin bir şey deyil. Süddür. Aha, gördün. Bir də yumurta. Qarışdırırsan, olur maxara. Bayaqda. Bu xanımın da zəhməti var da, bunun xanımın da ərik var. Bu nədir bə? Növbəti. O olacaq. Bu O suyudur. Emin müəllim. Bizim Balakənin bir milli xörəyi də var. O xəmirdən hazırlanmış kəsmə xəngəl deyilir ona. Biştüce. Ən gözəl. Halal olsun. Halal olsun, halal. Bak, xahiş edirəm. Bunun reyk kasasını verin ki, bu xanımın qeyri-peşəkarı yox. Əsl peşəkar budur ki, baxın, mənim gözümdən səs yayınsın, amma yayınmadım. Baxın, bunu hələdən bacarmaz. Mən elə bilirdim ki, çox ancaq mən eləyirəm. Baxın. Sajımız çox isti. Bəli. Ona görə hər Sən ikisi bu onu xanım. neynirsən, sən bundan... Tadından danışır. Biz oturmaqda gör nə qədər pişirir. Ha, bəli, bəli. Bax, bax, bax. Aha, gəl gör, Sadık xanım, gəl gör. Bax, bunu belə eləyir. Verirsən. Pişibdən ha. Sajımız pişirir. Saç maxaran köz üstə, qonaq yerinin göz üstə. Saç maxaran köz üstə, qonaq yerinin göz üstə. Şamilindən söz istə.
Balakənim Şamilindən söz istər Ay gözəl Balakənim Gəlibdi xoş gəlib Bu yerlərə xoş gəlib Kim gəlibdi xoş gəlib Bu yerlərə xoş gəlib Emin qardaş Bakıram Balakənə xoş gəlib Tükülü Emin bəy Bakıram Balakənə xoş gəlib Sənin xəbərin yoxdur. Xəbəriniz yoxdur. Bu da Balakənin milli xörəklərindən biridir. Tükülü. Azərbaycan Dağıstan Xabar ilə Azəri Birisi yazardan bəri Ablayı tarixləri Azərbaycan Dağıstan Keçib həmin sınaqdan Azərbaycan Dağıstan Dağların əzəmətli Yüzlərin bərəkətli Oğlun qızın qamətli Azərbaycan Dağıstan Mənəm hüsnünə heyran Azərbaycan Dağıstan Biri şərqin qapısı Biri qərbin qapısı Tanıdım adımızı Azərbaycan Dağıstan Cahana hər bir zaman Azərbaycan Dağıstan Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma və münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Şəmkir şəhərində fəaliyyət göstərən MB Kulinariya Şirniyyat mağazasını sizə təqdim edirəm. Şəmkir şəhərinin mərkəzində dadı damağınızda qalacaq ləzzətlərin evi MB Kulinariya Şirniyyat evi artıq xidmətinizdədir. Dadlı və tamlı, bol çeşidli şirniyyatlar və tortlar. Burada hər zövqə uyğun klassik və müasir tortlar, desertlər, paklavalar, pryaniklər, kekslər və ev üsulu şirniyyatlar sizi gözləyir. Toy, nişan, ad günü, korporativ və digər tədbirlər üçün istədiyiniz dizaynda tortlar və desertlər hazırlanır. Yalnız təbii və keyfiyyətli məhsullardan ibarət olan MB Kulinariyada təmizlik, zövq və ləzzət bir arada. Gəlin, sevdiklərinizi MB Kulinariyanın ləzzətləri ilə sevindirin. Ünvan Şəmkir şəhəri, Şıxəli Qurbanov 1. Əlaqə 070 310 99 91. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma
mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Göranlar rayonu Göran Ticarət Mərkəzi və bağlı meyvə salonuna daxil olduq. Mən bilmə görə ilin sonuna qədər daimi müştərilərə məbləğini asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada uduşlu lotar oynuyor. Bəli, uduşlu lotariyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Qəbul məhsullarımız var. Paltar yuyan, televizor, ət çəkən, son aşağı hədiyyələrimiz də var. Yəni bir sözlə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər bağlı meyvə salonunda. Gəlin, görün, baxın. Özünüz qiymətləndirirsiniz. Qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Göranda, bağlı meyvə salonunda. Gəlməyə, görməyə dəyər. Təbii ki, biz qayıtdıq Zaqatalanın Laxac kəndinə. Mən bura 2 dəfədir artıq gəlirəm, qonaq olunam Rahil bəyin sayəsində. Rahil bizim dəyərli dostumuzdur. Nurani kimi sənətkar doğru deyil, amma dostluğa bir sadiq insandır, Zabil. Yəni mən onu dəfələrlə hər zaman deyirəm. Bəli. Sənin yanına təkrar olaraq deyirəm, amma biz bu bağa gəldik, bu Laxac kəndinə mütləq gəlməliyik. Çünki biz Rahillə keçən il bizim verişdə söz vermişdik ki, biz bu bağa gəlməliyik. Bu bağ hal-hazırda Vətən müharibəsi qəhrəmanı İsmail Məhəmmədoğlu Səmədovun ev muzeyidir. Düzdürmü? Və bu artıq muzey istifadəyə verilib dövlət tərəfindən. Dövlətin və xalqın şəhid ailəsinin olan diqqət və qayğısıdır və bugün bu muzeydə biz də mütləq olmalıydıq. Biz söz vermişik həm tamaşaçılara, həm də bir Laxac kəndini Biz Zaqatalaya gələndə hər zaman bu ocağa gələcəyik deyə söz vermişik. Yəni buranı ziyarət etməliyik. Bəli, dəyərli dostlarımız, biz sözümüzə sadiq olduq və biz Zaqatalaya gəldik və ilk ziyarətçimiz, söz verdiyimiz bir müqəddəs ev, doğma bir ailə və unudulmayan bir şəhidimiz Laxac kəndində bizim Vətən müharibəsi qəhrəmanı kapitan İsmail Səmədovun ev muzeyindəyik. Düşünürəm ki, bu muzey təkcə keçmişin xatirəsi yox, həm də gələcək nəsillər üçün nümunəli bir məktəbdir. Burada siz onun şəxsi istifadə elədiyi əşyaları görə bilərsiniz. Özü ilə eyni hərbi hissədə xidmət edən şəhidlər var. Şəhidləri, gizli zabit və əsgərlər. Bəli, eyni yerdə xidmət edib, eyni vaxtı demək olar ki, şəhidlər. Müharibədə bir şəkilən adından da göründüyü kimi 3-cü tablonun şəhidləri. Burada Məmmədov Fikrətli Xüsusi Təyinatlı Qüvvələrin ilk şəhidi. Bu şəkili şəxsən kapitan Səmədov İsmail özü hazırlatdırmışdı sağlığında şəhidimizlə bir yerdə. Və üzrə, burada bir şeydə torpaq uğrunda ölən varsa vətəndir. Bəli. Bu sözün belə düşünməsək, çox da dərin mənası olan sözə oxşamır, amma düşünən, dərk edən adam üçün bəli, çox doğrudan da böyük mənadır. Elvin bəy və artıq siz bu otağa daxil olanda həm içində bir məsuliyyət yarandı, həm bir böyük bir qürur verici his yarandı ki, Azərbaycanın belə igid qəhrəman şəhidləri, övladları var. Hər birisi bir yadigardır və şəhidimizin dünyasını dəyişməmişin önündə istifadə etdiyi geyimləri və ondan qalan tək qiymətli, dəyərli hədiyyələr ki, Gülməbəs ev muzeyində təqdim olur. Və burada biz görürük ki, Azərbaycan Respublikası tərəfindən, dövlət və xalq tərəfindən verilmiş medallardır, fəxri fərmanlardır ki, bugün biz artıq gənclərimizə bunu təqdim edə bilirik. Və burada bir şey var ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 ilinin yaranmasına bağlı bir tərtib olunan bir medaldır. Bu sağlığında aldığı tərtiblərdən, medallardan biri sağ ikən almışdı. Azərbaycan Respublikasının Xalq Cumhuriyyətinin 100 illik medalı. Bu şəhid olandan sonra Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanı sərəncamı ilə Vətən müharibəsi qəhrəmanı
adına layiq görür və Füzulinin azad olmasına görə Cəbrayılın, Xocavəndin vətən uğrunda və burada şəhid olmamışdan qabaq xidmət vaxtı aldığı tərifləridir. Fəxr fərmanları. Bəli, fəxr fərmanlarıdır. Qalx ey vətən, bu təntənə bugün sənin bayramın. Oğulların sinəsində yazılıbdır bu dastanlar. Dalğalanır üç rəng bayraq, hər dağında alqanım. Qarabağın azad günü qəlbimizdə iftixar. Yağı, üzün, torpağımız bir qatı görməyəcək and içdik. Şəhidlərin ruhu üçün göz yaşı yox, qürur içdik. O səngərdə, o qayada, o bayraqda izimiz. Bu zəfər hər addımın qanla yazılmış səsimiz. Göz yaşın gülüş etdi bu millətin hər anası. Qarabağda açdı yenə şəhidlərin sabahı. Qələbənin küləyində dalğalanır tarixim. Vətənin üzü ağdır, zəfər çalır millətim. 8 noyabr adındadır qürurumuz, birliyimiz. Hər bir evdə dua səsi, sevincimiz, fərəhimiz. Bu zəfərə bağlıdır daha bir xoş günlərimiz. Yaşasın azad torpaq, yaşasın millətimiz. Səni ilk gördüyümdən özümdə deyiləm mən. Nə gülşəndə rahatam, nə də xoş gəlir çəmən. Hara baxsam gözümün önündə görünürsən. O əvvəlki baxışı gözümü qaytar geri. Məndən alan qız özümü qaytar geri. Eşqinə düşən gündən cəmləyib diqqətimi, toparlaya bilmirəm özümdə taqətimi. Ya sev, ya geri qaytar ülvi məhəbbətimi. O alovlu eşqimi, közümü qaytar geri. Məndən alan qız, özümü qaytar geri. Özüm də məəttələm düşdüyüm bu günümə. Səndən əvvəl dözərdim min əzaba, zülümə. İndi dözə bilmirəm sənin sənsizliyinə. Canımdakı əvvəlki dözümü qaytar geri. Məndən alan qız, özümü qaytar geri. Məni sənə aparır addımım da, yolum da. Ürəyim çoxdan sənin, gəzmə, yoxdur solumda. Eşq dolu həyəcandan güc qalmayıb qolumda. Dilimdə söz büdrəyir, sözümü qaytar geri. Məndən alan qız, özümü qaytar geri. Mən özümdə deyiləm, özlüyümdən qopmuşam. Sənin xoş xəyalınla xatirənə hopmuşam. Vüsalına can atıb, xəyalını tapmışam. Müəmmaya cavab ver, çözümü qaytar geri. Məndən alan qız, özümü qaytar geri. Məndən alan qız, özümü qaytar geri. Sınmış ümidlərin qırıntıları ovucumun içində qalıb eləcə. Atımmı, qoyummu görən bunları, daha faydasızdır, saxlayım necə. Ovucumda tutmuşam çoxdan onları, hərdən açıb baxıb kök götürürəm. Qətl olmuş ümidin qırıntıları mənə təbəssümlə baxır, görürəm. Necə qürurludur ilahi onlar, məğlub ikən belə edir təbəssüm. Sənin öldürdüyün ümidlər ki var, həm sevgi hissimdir, həm güvən hissim. Bəlkə cəhd eləyim birləşdirməyə, ovucumu bağlasam o bütövləşər. Yox, yox, sevgim yoxdur sənə verməyə, dönmərəm qəsdimə dursa da bəşər. Onu sən vermişdin, böyük bir ümid, mənsə saxlamışdım illər uzunu. Çıx get ürəyimdən, bir dəfəlik get, görmək istəmirəm daha üzünü. Ümid qatilisən, könül qatili, vəfa kəlməsini gətirmə dilə. Sənə get söyləyir ürəyin dili, sənə get söyləyir ümidlər belə. Zaqatala Balakəndə yaşayan mənim nəğməli dostlarım var. Çoxdur, hər birisinə hörmətlə yanaşıram. Amma bizim Rasim dostumuz var ki, həm gözəl nəğməli bir ifasıdır, səsi də, özü də bağlı, əsil, belə hörmətli, qeyrətli, dəyərli bir qardaşlı oğlandır. Mən buradan Rasimin və Rasimin ailəsini salamlayıram ki, sən hər zaman bu Zaqatala və Balakəndə gələn bütün qonaqları hörmətli, öz adına layiq bir qarşılıq yola salsan. Zabildən geri qalmadan, yəni dünənlə bizimlə bir yerdə həmişə gecə-gündüz zəng edirsən, maraqlanırsan, bu bizim və bizim komandaya olan sevgindir. Bizim də sənə olan hörmətimiz sonsuzdur. Ona görə var ol Rasim. Sənin həmişə bu eldən olmadan əksik olma, həmişə yaşa və yarat. Minnətdaram sənə. Və növbəti bir nəğməli qonağım. Amma Həsən bəy,
Gəlin bura Bərlin Şirin. Bu gözəl zirvə instrumental ansamblının gözəl həm bədii bir aparıcısı, masa bəyi, qiraətçi, gözəl kəlamların bir ustadı, bu bölgənin ziyalısı, ağsaqqalı. Necədir hər şey? Yaxşıdırmı? Hər bir şey gözəldir, maşallah. Mən də öncəliklə hər bir kəsi salamlayıram, bizi izləyən hər bir kəsi salamlayıram. Hər bir kəsin hər vaxtı xeyirli olsun deyirəm. Şeirlər gəlsin da. Gəlsin, valla şeir mənim üçün heç bir problem deyil. İlk öncə bizim Zaqatalamızın bir ayrılmaz bir yolu olan Göyəm kəndində bir cavan xanım yazar var, Qaranfil İsrafil qızı. Onun bir iki bəndli bir məhəbbət şeirini söyləmək istəyərdim. Məhəbbət dediyim bir uca bağdır. Zirvəyə yüksələr onun sorağı. Bəzən o cavabsız sual kimidir. Gözlərin işığı, nuru məhəbbət. Ömrünü insanla qoş eyləyər. Qəlblərdə alışıb yanar məhəbbət. Bu məhəbbət şeiri, bunun misraları çoxdur. Amma mən onu qısa eləmək istəyirəm. Çünki bizim gördüyümüz kimi nəğməli qonaqlarımız var. Kənardan, Balakəndən, Qaxdan, Zaqatalamızdan olan qonaqlarımız var. İstərdim ki, hər bir kəsə yer qalsın, hər bir kəs öz ürək sözünü bildirsin və eyni zamanda öz musiqisini təqdim eləsin. Çox sağ olun, var olun. Mən də öncəliklə bizim Hikmət Atayevin rəhbərlik elədiyi zirvə instrumental ansamblını salamlayıram. Onların hər birisinə sənət uğurları arzu edirəm. Hər zaman elin, obanın xoş günlərində iştirak eləmək sizlərə qismət nəsib olsun deyirəm. Çox sağ olun, mən amin deyirəm. İnşallah görüşlərimiz tez olsun. Həsən bəy, minnətdaram. Amma burada bir dənə məscid var da, yəni. Böyük məscid. Qəsəbənin Ən böyük məscid. Tarixi abidədir. Mən arzu edirəm ki, ümumiyyətlə bütün dünyada hər kəs xoşbəxt, firavan, sülh yaşasın, ölkəmiz həmişə yaşasın, ölkəmizə xalqımız həmişə yaşayaraq yarasın. Biz elə həmişə birinci olaq, Azərbaycan sevilsin və seçilsin. Və Ulu Tanrı ordumuzu və xalqımızı qorusun. Və məscidə daxil olaq. Sənə birazca səndən danışım, bəhanə gətirim sənlə baxışım. Gəl sənə birazca səndən danışım, bəhanə gətirim sənlə baxışım. Yandırsın baxışın yanım alışım, aslı deyil özümdən ölürəm sənə. Yandırsın baxışın yanım alışım, aslı deyil özümdən ölürəm sənə.
Neydim yoktur ki bir başka yolum. İzin ver gelim ben sana toxunum. Yeter ki incime kurbanın olum. Aslı değil özümden ölürəm sənə. Yeter ki incime kurbanın olum. Aslı değil özümden ölürəm sənə. Sen menden can iste hemen vererem. Bir canla korkutma kurban ederem. Sen menden can iste hemen vererem. Bir canla korkutma kurban ederem. Yeniden doğulsam yine severem. Aslı değil özümden ölürem sənə. Yeniden doğulsam yine severem. Aslı değil özümden ölürəm sənə. Neydim yoktur ki bir başka yolum. İzin ver gelim ben sana toxunum. Yeter ki incime kurbanın olum. Aslı değil özümden ölürəm sənə. Yeter ki incime kurbanın olum. Aslı değil özümden ölürəm sənə. Yeniden doğulsam yine severem. Aslı değil özümden ölürəm sənə. 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 Zaqatalanın adi günlərindən birindəyik və çox gözəl bir maraqlı şəhərdir. Və dünən dincəldik sənlə, dostlarım üçün bir yerdə, yəni çox sağ ol Rahil, sən də Zabilə sağ olsun ki, çox gözəl komandanızdan bizim komandamızı qarşıladınız. İnsan ayrılmaq istəmir də, doğmaları görəndə daha da doğmalaşsan, maraqlı gün yaşadıq, maraqlı an yaşadıq. Təbii bu unudulmaz bir tarixə çevrildi. Amma mən bir söz deyim sənə, reallığı deyirəm. Mən hər kəs ki, mənim həyatda bir hobbim, bir geyimdir, bir xarici ölkələrdə bir də parfum, ətir. Bax, dünən də sənə görüşəndə, bax, indi də o qoxu hələ də burnuma vurur, bax, indi də çox xoş gəlir də. Ən sevdiyim ətirlərin iyisidir. Yəni, sən bu hansı parfumdan istifadə edirsən ki, insanın vari edir bu qoxu? Bizim bu Zakatalamızda dəyərli dostumun bir gözəl obyekti var. Estetik parfum mağazası var. Orada mən həmişə ətirləri, qol saatım, hər şeyimi oradan alıram. Çox geniş bir mağazindir. Aksesuarlar var. Burada Rahil, bazı bax, ne tək ətir deyil, burada aksesuarlar, ya xanımlar üçün şampunlar, klassikalar, filan yaxtı üçün, dekorsun burada var, yəni xidmətlər yüksəkdir. Qol saatları, hədiyyə üçün nə istəsəniz, bəli, hədiyyə üçün hər şey var burada. Xanımlara, bəylərə xidmətdə də burada bəylər, xanımlar üçün. Yüksək xidmət, sərfəli qiymət. Bəli, harada? Zakatalada Estidor parfumda. İndi mən istədiyim ətiri parfum ala bilərəm də, yəni. Harada da söz vermişəm. Nə baxırıq? Buna vurduğum ətir bu ətirdir. Peki. Bunu yəni bizə hədiyyə də. Çox gözəl. Bu da bizim yəni qardaşdan mənə ilk günün gözəl hədiyyəsi. Qiyməti də qiymətli. Ha, yəni çox ucuz qiymət deyil. 248 manat. Yəni 300 manata yaxın. Nənəm,
bizim bu gözəl bir qarmon ifasımız var. Hələ söz verir ki, Bakıya gələcək. Bəli, bəli. Nənən qurban. Bu eynəkli olan görsən mi? Nənən qurban görürəm. Maşallah, maşallah. Nə qəşəngdir. Səliqəli geyini bu hələ o yana dursun. Nənən qurban. Bunu keçən dəfə verilişdə, Naftalandakı verilişdə görmüşdüm. Yaman qəşəng qarmon çalırdı. Bəli, qarmonun ifası gözəl idi. Zirvə Sömətən ansamblı gördü, dedi qardaşım, mən canlı istəyirəm. Canlı Zaqatalada. Qoy mənim maharətimi hər kəs görsün. İnşallah Bakıya söz verir, Bakıya gələcək də. Baxaq da görək. Hikmət bəy, bilirsiniz də bu qardaş canlı ifadə edəcək. Hansı mahnı olacaq? İndi sən də bir hər kəs salamla və təbii ki, sən də öz maharətini göstər də bu gözəl məkanda. Hər kəsi buradan salamlayıram. Çox sağ olun ki, məni bura dəvət elədiniz. Allah razı olsun. Bu zirvə ansamblı sizə həmişə uğurlar, həmişə yüksəklərdə olarsınız. Emin müəllim, çox sağ olun, məni bura dəvət elədi. Allah razı olsun. İnşallah bu gedişlə Bakıda da görüşərik. Bir dənə keçən dəfə yeganə rəqsi ifa elədim. Bu dəfə istəyirəm bir dənə Narodni lirika Röyamdasan ifa eləmək istəyirəm. Lirik bir ifa, tanınmış bir mahnıdır, Röyamdasan. Amma təbii ki, bu öz musiqi, öz qarmonuyla onu ifa edəcək, təqdim edəcək bizim izləyicilərə. Buyursun. Qardaş, buyursun. Bu meydan, bu ansambl, bu da sən. Dəyərli dostlarımız, doğrudan da bu həm maraqlı anlar yaşayırıq, həyəcanlı. Əli mənə biraz ürək-dirək verir ki, ağzımla baxmarıq. 4 nəfərlikdir, 6 nəfərlikdir, 4 nəfərlikdir, 4 nəfər də buradayıq. Hər şey gözəl. İşlər necə gedir? Yaxşıdır, bu axır vaxtlar vəfşə super. Dövlət tədbirlərində də olur. Dövlət tədbirlərində inşallah 8-ci zəfər günündə çıxışım olacaq.
Ən böyük xurma festivalımız olacaq 29 oktyabr. Bir də 5-i hansısa bir təndir olacaq. Tam adını dəqiq bilmirəm, amma yaxşıdır. Həm devam edən rəqsdir. Həm yox, belə deyim, belə tədbirlərdə gitara çox olmur. Sırf oxumaq və rəqs. Mən oxuyuram, qabaqda rəqqaslar rəqs eləyir, sonra mənim solo girişim olur. Həm oxuya da rəqs eləyə bilirəm. Yəni baxırım da Hansı biraz bacarıq istedad. Və mən inanıram ki, sən hələ oğulların çoxdur. İşləyirik. Hələ işinə zövq alsan, işini sevirsən. Super. Yəni mən bilmirəm, mən belə deyim, açıq deyim, mən müğənniliyə başlayanda mən gitarist olmuşam. Yəni gitar həvəskar belə olur. Həvəskar olacaq, amma tam müğənni olmuşam. Sonra bir şey oldu, ondan sonra başladım. Belə deyim. Tutaq ki, mən rəqs edirəm, düz demirəm. Küçəyə çıxıram, istədiyim mahnı qoyub oynayıram. Ona müəllif hüququ deyən bir şey var. O gəlir, o qoymur videonu inkişaf eləməyə. O indi arasına şəxsi öz mahnılarım. Şəxsi öz mahnılarım var. Daha onların üzərində oynayıram, daha da rahatam da. Öz işimlə məşğul. Sən tək Azərbaycan yox, tüm dünya izləyir. Məndən də bir mahnı onunla da yaxınlaşaraq yerə gəzəyir. Siz rusca oxusan belə şut işləm belə yoxsa sırf Azərbaycanca oxuyur? Yox, avar da ola bilər. Avar da ola bilər. Mənim bir mahnım var. Ləzinkalar. Ləzinka, ha, və Qoqiya da var. Gəlsin mahnı. O. Bu günün məkanda. На Кавказе есть гора, самая высокая, а по ней течет река, самая глубокая. Гогия, Гогия, Гоги, Гоги, Гогия, 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 Гена Соле, Гогия, Шабуду были папа, Либаба, Либаба, Шабуду были папа, Либаба, Либаба, Шабуду были папа, Либудурбуда, Шабуду были папа, Либудурбуда. Eba! Libaba, libaba, lubudurbuda. Libaba, libaba, lubudurbuda. Ay Madina, Madina, Madiya yunaş. Suda rahu wa rahira. Madiya yun. Ay hay huye yukhule. Madiya yunaş. Suda rahu wa rahira. Madiya yun. Alamdır, lamdır, ay lamdır. Alamdır, lamdır, alamdır. Alamdır, lamdır, malli vay. Alamdır, lamdır, sabi vay. Bax, oyu mən Əlini sevirəm, Əlini dəstəkləyirəm. Əli, sən kimi gənclərə hər zaman dəstək olmalı və səni inşallah bu yaxınlarda Bakıya dəvət edirəm. Çox gəl, inşallah sənin bu bacarığın bütün dünya görsün. Zaten gördü və inşallah görüşlərimiz davamlı olacaq və mən sənə daimə yenilər arzulayıram. Bugün qırmızı giyinmişəm, istəyirəm. Hatayı ben en başında yaptım. Aynı evi senle paylaşarak kendimi çok takdir edeceğim. Ayrılığı kutlayarak vedalaşırken üzülmüş gibi tutma ellerimi acıyarak. Kendine dev aynasında değil, boy aynasında bir bak. Acım taze, kurtulamazsın gözlerini kaçırarak. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Hata
kaçırarak. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Belki birazcık bozuldun, ruhun belki can çekişiyor. Belki biraz da kızardın ama sana kırmızı çok yakışıyor. Hər bir işin başlanğıcı varsa da sonunda gözəl olmalı. Biz gözəl başladıq və gözəl də yekunlaşdırırıq. Və növbəti dəfə nə var nə yoxu hardan deyəcəyimizi bilmək istəyirsinizsə elə bizimlə qalın.